Ay insan, eşit məni, budur hörməti. Bir filmin tək bir cümləsi bəzən böyük müzakirələrə səbəb ola bilər. Məsələn, Ayıq Sürücü filmində Buzovna qəsəbəsinin adı mənfi kontekstdə səslənib və bu sakinlərin narazılığına səbəb olub. Qaqa, Buzovnada qalırsan? Yox, qardaşım, istəməm bağışlayın. Buzovnada bir dənə xala var. Neçə gündür deyib ki, gəl görüm səni. Mən də işdən gücdən vaxt edib gedəmirdim. Buzovna sakinləri hesab edirlər ki, bu cür yanaşma Buzovnanın imicinə ziyan vurur. 50 min cəmaatı sən biabır eləmişsən. 50 min ya. Kino çəkirsiniz, yoxsa kəndi biabır eləmək istəyirsiniz. Amma bu kinodur. Buna minlərlə adam baxır. Milyonlarla adam baxır. Sən Buzovnanı təhqir etsən. Bu açıq, aydın təhqirdir. Bu açıq, aydın Buzovna cəmaatına söyüşdür. Buzovnanın adı gedir. Özdə məhz Buzovnada mövcud olan ünvan Ayna Sultanova küçəsinin adı gedir ki, artıq məsxərəyə dönmüşük. Yəni bu çox ciddi bir məsələdir. Nəinki Buzovna kəndində, hətta ətraf kəndlər, bütün kəndlərdə narahatçılıq vardı bu barədə. Yəni bu filmin milli mənəvi dəyərlərimizə ziddir bu. Xahiş edirik ki, o filmi silsinlər. Buzovnalıların şərəf və ləyaqətinə toxunmusan, alçalmısan. Sakinlər iddia edirlər ki, sosial şəbəkələrdə filmlə bağlı narazılıqlarını bildiriblər və senarist Əli Ucal onları axmaq adlandırıb. Yazmışsan ki, Buzovnada bir oğuz axmaq. Buzovnalılar o vaxt axmaq olardı ki, sənin çəkdiyin bu filmə göz yumardı. Məsələ ilə bağlı əməkdar incəsənət xadimi kinoşünas Aydın Kazımzadə bildirdi ki, bu filmi ümumiyyətlə ləğv etmək lazımdır. Baxdım, indiyə də özümə gələ bilmirəm. Kimə lazımdır bunlar hamısı? Tör-tökündür deyə. Bu film deyil. Buzovna çox balaca bir yerdir. Orada elə bir adam yoxdur ki, balacanı böyüyə birini tanımasın. Ayıbdır, ayıbdır. Bilmirəm, deyə bilərəm ya yox. Bu cinayətdir, açıq cinayətdir bu. Görür, biz nəyə sərf eləyirik? Ağlımızı, sənətimizi, gördüyümüz işləri. Sözü deyəndə də onu sözü elə deməlisən ki, o tamaşaçı da baxanda fikirləşsin ki, mənə də tanış gəlir belə bir şey. Bu belə olmalıdır. Yoxsa sən istiqamətləndirməlisən ki, bu yerdə, bu məkanda belədir. Buna film demək olmaz və bu filmi ümumiyyətlə ləğv eləmək lazımdır. Epizodu çıxartmaq azdır. Senaristdə, rejissora və o sözü deyən adam ki var, mən xalaşqa mənə gözləyir, neyini, mən bunlara bir dənə bərəkallah sözünü deyirəm. Bərəkallah olsun bu yaradıcı heyətə. Ayrı söz tapıb danışa bilmirəm mən. Yazıcı Ömər Xəyyam isə bildirdi ki, filmi izləyib və heç bir problem görməyib. Ümumiyyətlə bizdə sənət sahəsinin film olsun, ədəbiyyat olsun, inkişaf eləməməyinin səbəblərindən biri də elə bu daxili əxlaq senzorlardır, əlbəttə dırnaq içində. Azərbaycanın hər kəndində, hər küçəsində, hər dalanında belə bir xala var və heç kim bir məhəllənin, bir dalanın əxlaqına cavabdeh ola bilməz. Dalanda, məhəllədə yaşayan qadınların, kişilərin əxlaqına cavabdeh ola bilməz. İmkan verin, cəmaət filmini çəksin, hekayəsini yazsın, senarisini yazsın ki, həmin bu adamlar sonra da gedib başqa yerlərdə şikayət edirlər ki, bizdə film çəkilmir, bizdə hekayə yazılmır. Dediyim kimi, bax, buna mane olan səbəblərdən biri də bu əxlaq mentorlarıdır. Filmin senaristi Əli Ucal isə bildirdi ki, heç ağlımıza da gəlməzdi ki, bu məsələ kimisə narahat edə bilər. Azərbaycanın bütün bölgələrində yaşayan insanlara böyük sayğı duyuram. Həmçinin Buzovnalılara. Filmdəki bir qəhrəman sadəcə Buzovnada yaşayır. Heç oralı da deyil. Hər şey bir nəfər Mərdimazarın səhifəsində axmaq bir paylaşım edərək insanları qıcıqlandırmağı ilə başladı. Çox təəssüf ki, hələ də o Mərdimazarın sözünə inanaraq filmə irad bildirən insanlar var. Azərbaycanın hər bölgəsi kimi Buzovnada da yaxşısıyla, pisiylə hər cür insan yaşayır. Heç kim öz bölgəsinə cavabdeh ola bilməz ki, bu ərazidə belə bir şey ola bilməz. Müəyyən savada olanlar bunu dərk edir. Bizi qınayırlar ki, niyə şərti ad qoymamısınız? Axı bizim məqsədimiz odur ki, film mümkün qədər reallığa yaxın olsun. Burada hər hansı qlobal hadisə baş vermir ki, biz şərti adları seçməli olaq. Bu məntiqlə yanaşsaq, onda gərək bütün rəhmanlar və etibarlar da etiraz eləsin ki, niyə məhz bizim adımızdan istifadə edilir? Bu çox absürddur axı. Bizə sadəcə xəritədə bir-birindən uzaq iki yer lazım idi, belə bir şey seçdik. Ağlımıza da gəlməzdi ki, kimsə bundan narahat olar. Əgər bizim səhvimiz olsa, mən bütün səmimiyyətimlə üzr istəyərdim. Ancaq biz hər hansı səhv etməmişik ki, ona görə üzr istəyək. Bunu normal düşüncəyə sahib hər kəs təsdiq edir.
Səmimiyyətimi göstərmək üçün növbəti filmlərimizdə mənfi bir qəhrəmanı öz bölgəmdən göstərməyi də düşünürəm. Buradan üzümü hörmətli Buzovna sakinlərinə tutaraq deyirəm. Əgər sizi istəmədən incitmişiksə, haqqınızı halal edin. Ancaq əmin ola bilərsiniz ki, heç ağlımıza da gəlməzdi ki, bu məsələ kimisə narahat edə bilər. Lütfən, filmə film kimi yanaşaq. Məsələ ilə bağlı ictimai müzakirələr davam edir. Sakinlər filmin silinməsini tələb etsələr də, senarist Əli Ucal bunun üçün əsas görmədiyini bildirir. Rəbiyyə Əhmədova, Vüsal Bayramov, APA TV.